Bugün 27 Mart Cümə günüdür. Cüməz mübarək olsun. İnşallah bu cümə günü dua eləyəcəm. İnşallah amin deyin. Allah Quranda nə deyib? Siz dua eləyin ki, mən sizin dualarınızı qəbul eləyim. Allah, İslamımız odur ki, ilahi İmam Zaman ağanın zuhurun təcili elə. İlahi İmam Zaman ağanın hörmətinə, ehtiramına, cəmi xəstələrimizə şəfa ver. İlahi səni an verirəm İmam Zaman ağanın hörmətinə. İşsiz qardaşlarımız var, iş tapa bilmir. İlahi səni an verirəm ağamız İmam Zaman ağanın hörmətinə gözəl halal iş getirsin. İlahi evsizlər var, kiraya qalanlar var. İlahi səni an verirəm Peyğəmbər hörmətinə, onlara ev qismət eylə. O evdəki Quran səsi gəlsin. İlahi səni an verirəm Peyğəmbər hörmətinə. Qəribdə olanlarımızı qoru. İlahi səni an verirəm Peyğəmbər hörmətinə. Borcu olanlar borcunu qaytarsın. İlahi səni an verirəm Peyğəmbər hörmətinə. Bizi bu dünyada imamlı, təqvalı dünyamızı dəyişməyə qismət elə. İlahi səni an verirəm İmam Zaman ağanın hörmətinə, Peyğəmbər hörmətinə, Xanım Zəhra hörmətinə. Xanım Zəhranın hicabını qoruyanlara Allah özün onları pənahında saxla, özün qoru onları. İlahi səni an verirəm Həzrət Əbərfəz ağanın hörmətinə, mömin qardaşlarımıza, müsəlman qardaşlarımıza səni an verirəm Həzrət Əbərfəz ağanın hörmətinə onları qoru. İlahi küsürləri barışdır, səni an verirəm İmam Hüseyin ağanın hörmətinə, şəhidlərimizin ruhlarını şad elə, əsgərlərimizi qoru, qazilərimizə tezliklə şəfa ver. İlahi səni an verirəm İmam Hüseyin ağanın hörmətinə. Kim əsəbləşirsə Allah onlara səbir ver. Səni an verirəm İmam Hüseyin ağanın hörmətinə. İlahi səni an verirəm Xanım Zəhra hörmətinə. Əməliyyata girənlər əməliyyatdan sağ-salamat çıxsın. İlahi səni an verirəm Peyğəmbər hörmətinə. İmtahan verəcəklər universitetə. Allah o imtahandan qiymət əla olsun, ürək istəyən kimi bal olsun. Səni an verirəm Peyğəmbər hörmətinə. Bütün dualarımızı qəbul eləsin. İlahi amin.